Salam olsun herkese. Bir video ile bağlı size malumat vereceğim. Çok üzücü bir videodu ama yine de göstereceğim. I'm allowed to observe. I'm on the public sidewalk. That's fine. Stay right there. Okay. Yes, right here. We're conducting an investigation. Bu tutulan bizim Azerbaycanlımızdı. Don't come any closer. Yeah, okay. Thank you. You looked up my license plate. Tutulma səbəbi də məhkəmədən çıxandan sonra olub, göstərə bilərəm sizə. Arkadaşlar böyle bir şey de diyeyim tekrarən attığım səsə uyğun. Yəni belə sataşı beləməyib, uşağa sadəcə toxunub əli dəyib. Necə belə bir şey olub? Bunu da anası görüb ki, sən niyə toxunursan oraya? İndi yarın keçikil olur, necə problem çıxardıblar da bu qardaşa. Hadisə belə olub. Yəni adamın başqa niyyəti yoxdur. Yəni bilərəkdən də heç nə eləməyib. Adam özü də ailəli. Amerikada uşağa nə toxuna bilərsən, nə uşağa dəyə bilərsən. Çünki burada az yaşlıların hüquqları inanılmaz dərəcədə qorunur. Kiminsə uşağına naz verib yanağına oxşaya bilməzsən. Əlaqüstə qız uşaqlarını ümumiyyətcə sən götürüb bizdə misal üçün var da görürlər ki, nə qədər uşaq öpüm, nə qədər toppuşdu falan deyib eləmək, burada birbaşa bu hadisə səni gözləyir. Amma günümüzdə bu günləri Azərbaycanda bir adam bir həftədən çoxdur dünyasını dəyişib, adamı döyüblər, öldürüblər, binadan atıblar, böyrəklərin gözünü çıxardıblar. Cinayətkarlar hələ də tapılmır. Adamı öldürməyib, uşağı döyməyib, uşağı söyməyib, uşağı heç bir şey eləməyib. Uşağa sadəcə toxunub. Toxunub. Bizim Azərbaycanlımızdır. Çox üzülərək, bu özü də ailəlidir. Bu adam özü ailəlidir. Qulaq asa bilərsiniz səsə. Çıxardıblar da bu qardaşa. Hadisə belə olub. Yəni adamın başqa niyyəti yoxdur. Yəni bilərəkdən də heç nə eləməyib. Adam özü də ailəlidir, ailəsi də buradadır, özündə uşaqları var, yəni. Gəncədə olan bir gənc uşaq dünyasını dəyişib. Azərbaycan susur. Heç bir səs soraq cavab gəlmir. Sonra deyirsiniz ki, ölsən oradan mı bastıracaqlar səni? Bəli. Çox təəssüf ki, mən burada bastırılmaq istəyirəm. Çünki orada nə ölənin, nə sağ qalanın dəyəri və qiyməti bilinmir. Özünüzü qoruyun.